1, 2, 3. Salam dostlar, biz Gəncədəyik və yəqin ki adından görürsünüz. Bu otaqda kim var? Azərbaycanın xalq artisti Aygün Kazımova. Fanatları artıq ürək sözlərini yazıb. Gedək. Bura uzun koridor Aygün xanımın tamamilə komandasına aiddir. Sürətli nigar. Aygün xanımın otağına yaxınlaşırıq. Salam Aygün xanım. Salam aleyküm. Necəsiz? Necə olacağım? Şamplena. Yenə möhtəşəm görünürsünüz, enerji dolu görünürsünüz. Rıfat İsmail, Ruhuçka. Özünüzü necə hiss edirsiniz? Deyim sənə ki, Elvin, idman proyektlərində, bu stadion görəndə o dəqiqə qayıdıram öz illərimə əvvəlki. Çünki mən bu həyəcanı yaşamışam. Mən illərlə stadionlarda, konsertlərində olmaq. konsert nə deyim, hələ idmançı olmağımdan danışıram. 2017-ci ildə ən sonuncu mətbuatda mənə müsahibə vermişdiniz. Kristal konserti. Məşq zamanı. Bəli. İllər ötdü. 2025-ci ildə mən sizinlə yenidən görüşdüm və yenidən söhbət eləyirəm. Böyük buluşma. Dostlar, bura Aygün xanımın otağıdır. Rayderinə əməl olunub. Merlin də buradadır, Nigar. Görə bilərsən. Merlin. Axır vaxtlar neçənci mənim payızqamdır mənimlə bərabərdir. Sizin 3 qızınız var. Mənim 3 qız. Əslində 4 4 qızınız var. İqarə, böyük qız. Yeri gəlmişkən bugün mənim qızımın ad günüdür. Təbrik eləyirik tərəzi. Mən də tərəziyəm bu arada. Hava ünsürü. Hava ünsürlü. Hava ünsürlü, Dolça da hava ünsürlüdür. Bəli. Hava ünsürlü olan insanlar, onlar azadlığı sevir. Çünki hava, onları qəfəsə salmaq, bağlı bir yerdə zapretlər qoymaq Aygün xanım, asla olmaz. yəqin ki mən burada sizə sual verməsəm olmaz. Best of All Star albomundan 31 sənətçi albom səs-küy yaratdı, maraq böyük oldu. Çox böyük. Bana danışırsa ətin biz olur. Sizdə kandı da bu. Hadi Asseverin səyyar kamerası. Ben bizə tuşlanıbdı. Albom mənə heç yaşamadığım hissləri yaşatdı. Müxtəlif ifalar oldu. Hərə öz tərzində ifa etdi. Bax bu elə bir özəllik qatdı alboma. Bu mahnılar mənə çox doğmadı axı. Bildim və bu mahnıların hamısını həmişə, nəinki bu albomda, bundan əvvəl də hansı sənət dostum istəyibsə mahnımı mənim, mən hamısına sevə-sevə həll demişəm. Uğurlarınızı da olsunuz. Həqiqətən möhtəşəm albom. Biz də sevə-sevə dinləyirik. Kulisinizdə məşq Bəli, alətlərini görürəm. Siz burada məşq də eləyirsiniz. Bəli, əlbəttə. Bizim işimiz mənim əzizlərim. Yenə də əski idmançı məsələsi məktəb oradan gəlir. Bir də bizim axı sənətimiz birbaşa nəfəslə bağlıdır. Ona görə də bu alətlər mənə çox kömək eləyir. Stadionumuz görürsünüz də nə boydadır. Böyük, qəşəng. Burada başdan o başa getmək üçün elə bir dənə burada elə bir şey prosesi gedir də, necə deyirlər? Kardiodur Kardio, da. Kardiozm da məsafə böyükdür. Buradan ora, oradan ora. Festival konsertində biz buna belədik. Siz saatlarla qaçış aparatının üstündə məşq edirdiniz oxuya-oxuya. Mən xatırlayıram o məşqləri. Böyük məktəb keçdim mən, Elvin, çox böyük. Artıq bir neçə gündür Gəncəyə gəlmisiniz. Rutininiz necədir? Biz dolçalar beləyik ki, hər vəziyyətə uyğunlaşırıq. Ona görə də özümü relaks, bütünlüklə özümü vermişəm layihəyə. Əziz dostlar, artıq bu video yayımlananda o səhnəni insanlar görmüş olacaq Ay, televiziya siz nə versiyasında. xoşbəxt insanlarsınız. Biz İştirak heç eləmişik. çıxış da eləməmişik hələ. Amma mən azdan çoxdan məşqlərə baxdım. Çox gözəl bir ab-havadır ümumiyyətlə bu yarışlar. Artistlərin bir arada gəlməsi. Gənclər də buradaydı. Onlarla görüşən videolarınız viral oldu sosial mediada. Mənim canlarım, Aysel'dir, Nigar'dır, onlar mənim üçün özəldirlər. Onlar hamısı mənim üçün özəldirlər. Çünki Nigar'ın da yaradıcılığında, Aysel'in də yaradıcılığında mənim hardasa bir rolum olubdur. Bilirsiniz, o elə alınıbdır. Başqalarından bir köynək yaxındılar, belə deyim. Doğmadılar, əzizdirlər. Biz də gedirik səhnəyə, Merlin'lə mən sizə bir tanış eləyim. Merlin, mamasını rəy. Evin balacasıdır deyən üstünüzdə götürmüsünüz, hə? Son beşiyində O biləni götürə bilmədiniz. Son beşiyində həm də Elvin bu ən yola çıxası, yəni Sakit baladır. Çox belə quzu kimi. Bir dənə uzaqbaşı belə dayanır, birdən qışqırır. Başqa, yəni heç bir diskomfort yaratmır. Eşitdiyimə görə köklü nəslin nümayəndəsidir. Bəli, əlbəttə. Parodası Bişondur. Koreyadan gəlibdi mənə. Valdır. Bunların parodası Merlin gördünüz. Bax, uzaqbaşı. Mən sevmədim. Ən uzağı budur, vəssalam. Yox, sən onun axı mamasına belə yaxınlaşırsan. Hə, qısqancdır. Qısqanc yox, onlar axı qoruyurlar öz yiyələrini. Hələ balacadır, bilmir. Sevəcək, öyrənəcək. Biz gedirik səhnəyə doğru. Çıxma lift
prosesi Da. var. Bu illər ərzində siz böyük şoular görmüsünüz. Yenə də hardasa bir balaca həyəcan olurmu? Həmişə həyəcan olur. Amma başlayanda artıq sən mütəxəssislə əlifi belə qoy, ayağını belə qoy, belə nəfəs al, belə otur. Artıq 1, 2, 3, 5 yolunu göstər, yolunu bilmək lazımdır. Bilirsiniz, səhnənin quruluşçu rejissoru Ranar Musayevdir, sizin doğmanızdır. Canım, mənim əzizim Ranar. Onunla işləmək daha rahatdır məncə. Ranarın ən böyük arzusudur ki, mənə ən böyük arzusu soruşun. Ən böyük arzun sənin şou baxımından nədir? Deyəcək Aygün Kazımovaya Crystal Hall'dan böyük bir konsert edir. Çünki bu elə mənim də arzumdur. Bəs Crystal Hall konserti nə vaxt gözləyirik Aygün xanım? Ona Ranar kimi bir rejissor lazımdır. Mənim nauşnikimdən çıxartsın səsi. Mikrofonu axtarıram, tapa bilmirəm, bağışlayın. Aygün xanım, Aycan. ayaq əzələsinin genişləməsi ilə bağlıdır bu hərəkətləri yox. Da, конечно. Da, eşidirəm Ranar. Siz hər səhnədən öncə bir Razminka, da. Ayaqqabılar xüsusi hazırlanmışdır. Əlbəttə. Bu ənənə davam edir yoxsa? Əlbəttə davam eləyir. Şeyh düşdü və gözlənilməz bir təbiət bizə kapriz yaptı. Ona görə başladıq ayaqqabıları yoxlamağa, məşq eləməyə ki, hansı rahat olacaq. İndi bu idman ayaqqabısıdır əslində və altı da rezindir. Rezinə yapışır, sürüşdə olmur. İnşallah ki, İnşallah heç bir qəzası saynadan düşərsin. yıxıla da bilərəm, hər şey də ola bilər. Tragediya kimi işlər. Force major bütün hadisələrə Da. Düzü biz çox daxil ola bilmirik. Bizim təhlükəsizliyimiz baxımından, amma Hə, biz anladım. sizi sağollaşırıq. Çox sağ olun, sağ olun. Özünüzə yaxşı baxın. Yaxşı, sağ olun əzbərim. Mən mütləq qayıdacağam.